Salam dostlar. Sizlə bugün Respublika Fen Olimpiadasında 8-9-cu siniflərin məktəb daxil seçim turunda istifadə olunmuş birinci mərhələ sualların izahına baxacağıq. Birinci suala baxaq. Əgər Neptunla Günəş arasındakı məsafə 4,5 milyard kilometr təşkil edərsə, onlar arasındakı məsafə neçə astronomik vahidə bərabərdir? Bilirik ki, astronomik vahid yerlə Günəş arasındakı məsafədir. Yəni, bu 150 milyon kilometrdir. Ona görə də 4,5 milyardı böləcəyik 150 milyona. Baxaq, milyardda bilirik ki, neçə sıfır var? 9 sıfır var. Burada 4,5 olduğuna görə bir sıfır orada gedəcək. Yəni, 4,5 45 arxasında 8 sıfır olacaq. 6, 7, 8 bölünsün 150 milyona. Demək, buradan 7 sıfır silirik. Yuxarıdan sürətdən də 7 sıfır 1, 2, 3. 7 sıfır siləndə 450-ni 15-ə böləndə bu da deyir 30. Doğru cavab C bəndi. İkinci suala baxaq. Doğru deyil. Madrid şəhəri Roma şəhərinin nisbətən Bakıdan yerli vaxtına görə daha geridir. Bəli. Madrid İspaniyanın paytaxtı, Romada İtaliyanın paytaxtıdır. İspaniya paytaxtı daha qərbdə olduğuna görə Bakıya nisbətən Roma şəhərindən geri olacaq. Ona görə bu doğrudur deyə götürmürük. Yanlış lazım bizə. 78 dərəcə şimal enliyində may ayında tayqada qütb gündüzləri olduğundan fotosintez prosesi gün boyu davam edər. Bu yanlışdır. Çünki tayqa deyəndə biz mülayim iqlimli nəzərdə durub. 78 dərəcə şimal enliyində birbaşa ilə şimal buzlu okeana düşür deyə orada tayqadan söhbət gedə bilməz. Ona görə yanlış budur. Yəni doğru cavab B bəndi. O bilər baxaq. Materik çıxıntılara planetar relyef formaları olmaqla bərabər yer qabının ən qalın hissələrinə uyğun gəlir. Bəli, bu da doğrudur. Abissal düzənliklər okeanın dibinin əsas hissəsini tutmaqla bərabər səthinə əsasən hamar olması ilə səciyyələnir. Bəli, abissal düzənliklər okean dibində olan ən böyük düzənliklərdir. Bu da doğrudur. Kateqori təsvirlərdə relyefin təsvirində istifadə olunan rəqəmlər mütləq hündürlüyü ifadə edir. Bu da doğrudur. Üçüncü suala baxaq. Bonplanla Orinoco və Rio Negro çaylarında 75 gün səyahət etmiş səyyah kimdir? Bu Alexander Humboldtdur. Çünki Cənubi Amerikada Ant dağlarını, oranın ümumiyyətlə geoloji quruluşunu, geomorfoloji quruluşunu, Cotopaxi Chimborazo vulkanlarını, Mərkəzi Amerikada olan vulkanları, həmçinin soyuq cərəyanların materikə təsirini hamısını Alexander Humboldt öyrənmişdir. Bonplan da əslən fransız idi və o daha çox zoolog kimi, yəni bitki coğrafiyasını araşdıran bir alim kimi tanınırdı. Hətta bu araşdırmadan sonra Avropaya yeni artıq bitki növləri məlum olmağa başladı. Yəni doğru cavab A bəndi. Mütləq hündürlüyü 1800 metr olan ərazidə yay mülayim, qış isə şaxtalı keçir. Orta illik temperatur 0 dərəcədən yuxarıdır. Bu iqlimə malik olan ərazidə ölkəmizin təxmini 20%-ni əhatə edir. Qeyd olunan iqlim müəyyən edin. Bu ölkəmizin 50%-ni yarım səhra quru çöl, 30%-ni mülayim isti iqlim, 20%-ni isə soyuq iqlim təşkil etdiyinə görə doğru cavab ilə D bəndi. Havanın nisbi rütubətliyi 80%-dir. Doyması üçün hər kubmetrdə 5 qram su buxara çatışmır. Həmin havada 20 dərəcə Selsidə temperatur müşahidə olunarsa nisbi rütubətliliyi nə qədər olar? Baxın, burada demək nisbi rütubətliliyi 80%-dir. Doyması üçün 5 qram çatışmır. Demək ki, 20%-i bu 5 qram onun 20%-dir. Yəni o elə bələddir ki, o x götürürük. X vurulsun %20, o da bərabərdir neçə 5? X də bərabərdir 25 qram. Yəni 1 kubmetr havada 25 qram su buxarı tuta bilər. Yəni temperaturunu bilmirik, amma bilirik ki, hər hansı bir temperaturda 1 kubmetr hava 25 qram su buxarı tuta bilər. Amma hal-hazırda orada 5 qram su çatışmır. Demək ki, 1 kubmetr havada neçə qram su var? 20 qram su var.
həmin havada əgər 20 dərəcə temperatur müşahidə olunarsa deyir, onda biz bilirik ki, 20 dərəcə Selsidə 1 kub metr hava neçə qram su saxlayır? 17 qram su saxlayır. 17 qram su saxlayanda onda nisbi rütubət neçə faiz olur? 100%. Hal-hazırda neçə qram var? 20 qram var. Hətta bunun 3 qram da orada kondensasiya uğrayacaq. Yağacaq, onu saxlaya bilməz. Ona görə də nisbi rütubətlik 100%-dir. Kəsmə yüksəkliyi 500 metr olarsa, Azərbaycan hansı hissələrdə maksimum hündürlüklərinin təsvirində eyni sayda horizontaldan istifadə olunmuşdur. Burada silsilələrdən söhbət gedir. Qarabağ silsiləsinin ən hündür zirvəsi böyük keçisi 2725. Talış dağlarının da ən hündür zirvəsi Kömürgöydür 2493. Murovdağ, Camışdağdır, ən hündür zirvəsi 3724. Dərəliyaz Qapıcıqdır 3904. Qarabağ yenə Qarabağ silsiləsinin ən hündür zirvəsi 3725-dir, böyük keçis 2725-dir, 2725. Zəngəzur dağlarının isə Qapıcıqdır 3904. Aha, burada desəm ki, səhv oldu. Dərəliyaz, yox, üzr istəyirəm, burada Dərəliyaz. Bir dəqiqə bunu silək. Aha. Dərəliyazın zirvəsi 3124-dür. 3120. Sonra Zəngəzur burada yenə 3904. Qarabağ silsiləsinin ən hündür zirvəsi dedik ki 2725. Vulkanik yayla Dəli dağdır 3616. Bu 3616. Murovdağ da Camışdağdır 3724. Deyir bu dağlardan hansından, yəni kəsmə yüksəkliyi 5 metr olarsa, eyni sayda horizontal təsvir olunacaq. Baxın, 2400 A bəndinə baxırıq. 2493, burada 2725. Horizontallar axırı sonuncu horizontal burada 2000-dən gələcək Talış dağlarında. Amma Qarabağda isə 2500-dən gələcək. Ona görə bir horizontal artıq gələcək Qarabağ silsiləsindən. Ona görə A bəndi ola bilməz. Yenə baxırıq B bəndinə. Qarabağ silsiləsindən 2725-2500-dən gələcək. Murovdağdan isə 3500-dən. Ona görə burada da fərq çox olacaq. Bu da getdi. Zəngəzurda 3904, yəni burada 3500-dən gələcək. Kəsmə yüksəkliyi 500 olduğuna görə. Dərəliyazda isə 3000-dən gələcək. Burada da Zəngəzurda Dərəliyaz nisbətən bir də horizontal artıq gələcək. Eyni deyil. Vulkanik yayla 3616, burada 3500-dən gələcək. Qarabağda Qarabağ silsiləsidir burada. 2725-dir burada. O da 2500-dən gələcək. Yenə arasında fərq çoxdur. Eyni sayda deyil. Bu da getdi. Murovdağ və Zəngəzura baxırıq. Zəngəzurda 3500-dən gələcək. Murovdağda da 3500-dən. Hər ikisində eyni sayda horizontal keçmiş olacaq. Doğru cavab Y bəndi. Basqunçaq gölü ilə oxşar hidroloji xüsusiyyətlərə malik olan gölləri müəyyən edin. Basqunçaq şorsulu göldür. Burada da şorsulu gölləri tapmalıyıq. A bəndinə baxırıq. Burada Niyasa şirin suludur. Tanganika şirin suludur. Bu getdi. Yanlışdır. Rudolf, Albert, Baykal. Bunlar hamısı şirin suludur. Bunlar da yanlışdır. Sarısu, Hacıqabul, Aznohur. Bəli, doğru cavab budur. Çünki Hacıqabul, Sarısu, Aznohur göldə şorsulu göllərə aiddir. D bəndə ilə Göy gölü çıxaq, Maral gölü çıxaq, Zəli gölü çıxsaq, Y bəndən Titika, Kanaya, Tanganika, Hurno, bunlar hamısı şirin sulu göllərdir. Doğru cavab oldu C bəndi. 8-ci suala baxırıq. Malay arxipelaqı adlarını bir-birinə ayıran boğazlara aid deyil. Aid deyil, diqqətli olaq burada. Demək, Torrens boğazı Avstraliya ilə Yeni Qvineya bir-birinə ayırır. Ona görə Malay arxipelinə aid deyil. Demək, bizə lazımdır elə 1. 2-yə baxırıq. 2. Makassar. Makassar boğazı Kalimantan və Sulawesi adasını bir-birinə ayırır. Bəli, bu arxipelaqa aiddir deyə götürmürük. Malay arxipelinə aiddir. Zond adası
Yava və Sumatra adasını bir-birindən ayırır. Bu da aid deyə götürmürük. Malakka boğazı, Malakka yarımadasından Sumatra, bu da yanlışdır. Yəni arxipelaq ayırmır deyə. Ona görə bunu götürəcəyik. Polk boğazı Şri-Lanka ilə Hindistanı bir-birinə ayırır. Bu da Malay arxipelinə aid deyil deyə. Biz də bunu götürəcəyik. 1, 4, 5. Karimata boğazı Kalimantan adası ilə Belitung adasını bir-birindən ayırır. Bu da yəni Malay arxipelinə aid deyə götürmürük. Messina boğazı isə Apenindən Siciliyanı bir-birindən ayırır deyə bunu da götürürük. Yəni Malay arxipelinə aiddir. Sumbo boğazı ilə Sumbo adası ilə kiçik Zond adasını bir-birindən ayırır. Bu da yəni arxipelaqa aid deyə götürmürük. Yəni doğru ayırmayanlar, Malay arxipelinə aid olmayanlar nə oldu? 1, 4, 5, bir də 7. Doğru cavab A bəndi. Jacques-Yves Cousteau və Emil Qaniyə coğrafiya elminin hansı sahələrini inkişafına töhfə vermişlər? Bu okeanologiya nisbətən sadə sualdır. Hətta ilk dəfə olaraq məsələn Aristotel nə edirdi? Qabı tərsinə çevirib onu başına keçirdi. Sonra o şəkildə suyun altına daxil olurdu və rahat nəfəs ala bilirdi deyə yəni o isbat edir ki, bu şəkildə suyun altına daxil olmaq olar. Sırf bundan da Emil Qaniyə yəni ilham olaraq özlərinin ilk akvalankını hazırlamışdılar. O vaxta qədər çox cəhd olunmuşdu akvalank hazırlamaq. Daha ağır, yəni onlar daha ağır olurdu. O qədər də səmərəli olmurdu. Amma bu Jacques Cousteau'nun və Emil Qaniyanın hazırladığı akvalank isə çox yüngül, rahat olduğu üçün onlar okeanologiya elmi öyrənməsində həddindən artıq böyük xidmətləri olmuşdur. Doğru cavab A bəndi. Əli dənizin şimal enində qütb ulduuzunun görünmə bucağının günorta vaxtı günəş şüalarının düşmə bucağının bərabər olduğu gün. Bura qədər dayanırıq. Biz Əli dənizin şimal enində qütb ulduuzu nə vaxt, yəni 50 dərəcə bucaq alınır düşür, bunu bilməliyik. Çünki bilirik ki, qütb ulduuzu yalnız şimal yarımkürəsində görsənir və hansı enliğin üzərində dayanırsa, o enliğin dərəcə qiymətinə uyğun görsənir. Yəni 40 dərəcə şimal enində 40 dərəcə bucaq altında, 60 dərəcə şimal enində 60 dərəcə bucaq altında, 90 dərəcə şimal enində 90 dərəcə bucaq altında, yəni birbaşa şimal qütbündə olur deyə 90 dərəcə bucaq altında görsənir. Burada da 50 dərəcə şimal enində qütb ulduuzunun görünmə bucağı, yəni günorta vaxtı günəş şüalarının düşmə bucağı bərabərdir. Demək ki, 50 dərəcə şimal enində neçə dərəcə bucaq altına düşür günəş? 50 dərəcə bucaq altına düşür. Bu da bərabərdir. 50 bərabərdir. 90 çıxılsın. Yəni bir düsturumuz var da. H bərabərdir. 90 çıxılsın. F plus minus B. Burada nədir? H günəşin düşmə bucağıdır. F coğrafi məntəqədir. B də günəşin zenitdə olduğu məntəqə. Əgər hər iki məntəqə, yəni günəşin zenitdə olduğu ilə coğrafi məntəqə eyni yarımkürədə olarsa, onda bunlar bir-birindən çıxılır. Fərqli yarımkürədə olanda toplanılır. Demək, 90 çıxılsın, eniş verilib 50 dərəcə şimal enliyi, üstə yazaq ki, qarışdırmayaq. Plus minus yazaq nə? B. Buradan da B bərabərdir. B də bərabərliyi ödəməsi üçün neçə dərəcə olacaq? 10 dərəcə. 10 dərəcə. İndi 10 dərəcə şimal mı olacaq, cənub mu olacaq? Yerinə qoyaq, yoxlayaq. Demək, əgər şimal olarsa, möhtəzən bir-birindən çıxılacaq. 50-dən çıxırıq 10, 40, o da 90-ın da 40-sında 50. Demək ki, 10 dərəcə şimal enliyi imiş. Bunu da mütləq yoxlamamız lazım. Aha, demək, günəş 10 dərəcə şimal enində zenitdə olduğu vaxt 55 dərəcə şimal enində yerləşən məntəqə günorta vaxtı şərqi batırmış dirəyin kölgəsinin özünə nisbətini nə qədər olar? Demək, bunu da hesablayaq görək həmin enliyə günəş neçə dərəcə bucaqlarına düşür. Demək, H bərabərdir 90 çıxılsın.
Coğrafi məntəqəmiz nədir? 55 dərəcə şimal. Bu da 10 dərəcə günəşin zenitdə olduğu məntəqədə 10 dərəcə şimal enliyib. Bu da şimal. Eyni yarımküre olduğuna görə çıxılır. Demək 55-dən 10 çıxanda 45, 90-dan da 45 çıxanda o da bərabərdir 45 dərəcə. Biz də bilirik ki, hər hansı bir cismə günəş 45 dərəcə bucaq altında düşərsə, onun kölgəsinin uzunluğu öz uzunluğuna bərabər olacaq. Doğru cavab C bəndi. 30 dərəcə bucaq altında düşərsə, bunu da bilək, cismin kölgəsi özündən 2 dəfə çox olacaq. 60 dərəcə bucaq altına düşərsə, cismin kölgəsi özündən 2 dəfə az olacaq. Günəş 90 dərəcə bucaq altına düşərsə, cismin kölgəsi 0-a bərabər olacaq. Digər suala baxırıq. Kiçik Qafqazda olan dağ zirvələrinin mütləq hündürlüklərinin azalma aracılığını müəyyən edin. Qızılboğaz 3581-dir. Yazaq bunu. Yazaq 3581. Böyük işıqlığın hündürlüyü 3550. 3550. Küçük dağın isə hündürlüyü 3120. Elə burada cavab hündürlüklərin azalma aracılığı 3581, 3550, 3120. Doğru cavab A bəndidir. B bəndinə baxaq. Kəpəzin hündürlüyü 3066-dır. Camışdağ 3724. Qapıcıq 3904. 3724 sonra burada ümumiyyətlə azalan sıranı. Yəni şeydən daha doğrusu hündürlük azdan çoxa doğru düzüb. Bu da yanlışdır. Burada da baxışaq. Qapıcı 3904, böyük kiz 2725. Bu da yanlışdır. Aracılığı pozuldu. Böyük Hinaldağ 3367, Camışdağ 3724. Burada da aracılığı pozuldu. Yəni nə olmalıdır bizdə? Azalma aracılığı olmalıdır. Ən hündürdən başlamalıyıq. Kətidağ 3399, Qapıcıq 3904, Qızılboğaz isə 3581. 3399, o bir də Kətidağ 3399 oldu, Qapıcıq 3904. Burada da aracılığı pozuldu deyə, bu da yanlışdır. Verilmiş külək gülü sxeminə əsasən iyun ayında Abşeron yarımadasında hava şəraiti necə dəyişər? Bu Abşeron yarımadasının cənub-şərqinə əsən küləkdir. Gidavardır. O da isti və quru hava gətirir. Ona görə nisbi rütubətliyi azaldacaq. Doğru cavab C bəndi. Palçıq vulkanları müəyyən edin. Kənizdağ. Bəli, Kənizdağ palçıq vulkandır. Doğrudur. Canqurtaran. Bu Qarabağ vulkan hiyələsində olan sönmüş vulkandır. Ona görə yanlışdır. Qalmaz. Bu palçıq vulkandır. Bəli, götürürük. Qızılboğaz. Bu da Qarabağ vulkan hiyələsində olan sönmüş vulkandır. Ona görə götürmürük. Daşgil. Bu da palçıq vulkandır, götürürük. Axar-baxar. Bu da sönmüş vulkandır deyə götürmürük. Otmanbozda. Bu da palçıq vulkandır, götürürük. Bir də böyük işıqlı. Böyük işıqda sönmüş vulkandır. Ona görə bunu da götürmürük. Yəni doğru cavab 1, 3, 5, 7. Doğru cavab B bəndi. İzogeitlərin və izoqanminlərin təsviri olunduğu xəritədə rutubətlənmə əmsalını dəqiq müəyyən etmək daha asan olar. Burada da doğru cavab izoxətlərin kəsişməsidir. Yəni izoxətlərin kəsişməsi ilə biz izogeitlərin, yəni eyni yağın təmayüzünə olan nöqtələrdir. İzoqanmində eyni buxarlanma qabiliyyətinə malik olan nöqtələrdir. Müəyyən edə bilərik. Demək,
15-ci suala baxırıq. Relyefin formalaşmasında eksogen proseslərin böyük rol oynadığı ərazilər. Axarsular. A bəndi. Axarsular A-da nədir? Hind çayının hövzəsi, Şimali Afrika, bir də Mərkəzi Avstraliya. Bu gedəcək Hind okeanı hövzəsi, Şimali Afrika, bir də Mərkəzi Avstraliya. Bu gedəcək küləklərin eksogen relyef formasında olan, yəni küləklərin gördüyü relyef formuna aid olacaq. Yəni 1-2-yə gedəcək A. Baffin torpağı, Ərəbistan yarıması, Baffin Ərəbistan yarıması, Kol yarıması. Bu heç birinə getməyəcək. Çünki burada həm Ərəbistanda küləyin fəaliyyəti var. Kolada buzlağındır, Baffin torpağında. Yəni bu heç birinə gedə bilməz. Yəni nə oldu? Bir dedik ki, 2-yə getdi 1, 2, 3, 2-yə getdi A. Şərqi və Cənub-Şərqi Asiya, Qərbi Sibir. Bu da axarsuların formalaşdığı eksogen relyef formuna aiddir. 3-ə C. Mərkəzi Kola, Skandinav və Labrador yarıması. Bunlar da hamısında buzlağın gördüyü işə aiddir. Yəni doğru cavab burada bayaq nə idi? Səhv yazsaq. Kola, Skandinav 3-ə D getməlidir. Şərqi Cənub axarsulara getməlidir. 1-ə C getməlidir. Mərkəzi Afrika, Alyaska, Ərəbistan. Bu Mərkəzi Afrikada küləyin fəaliyyəti var. Alyaskada buzlağı. Ona görə bu da heç birinə aid deyil. Yəni 1-ə C, 2-ə A, 3-ə D. Doğru cavab D bəndi. 16. Bizləri müşahidə edilməli dənizlər, dəniz sahilləri. Bizlər bilirik ki, yerin tutqalıq hərəkəti nəticəsində yaranır. Gündüz bizləri dənizdən quruya, gecə bizləri isə qurudan dənizə doğru əsir. Burada da həmin ərazidə də gecə və gündüzün adi növbələşməsi pozulmaması lazım. Cavab burada A bəndi. Çünki burada Karaçkot həmin ərazilərdə gecə və gündüzün adi növbələşməsi pozulur deyə orada bizlər ola bilməz. Yəni bizlər haqqında danışa bilmərik. 17-ci sual nisbətən sadə sualdır. Çay yatağının uzun məsafəli gəmiçilik üçün imkan yaradan amillər. Bunlar demək aslanlar olması xeyir. Yəni aslanlar gəmiçilik üçün mənfidir. Yəni gəmilər hərəkət edə bilmir. Su anbarlarının inşası bu da yəni gəmiçiliyə imkan verən amillərdən deyil. Meyliyin az olması bəli. Suvarma kanalına çəkilməsi gəmiçiliklə heç bir əlaqəsi yoxdur. İl boyu su sərfinin sabit olması bəli. Bir də çay yatağının geniş və suyunun dərin olması. 3, 5, 6. Doğru cavab 3, 5, 6 Y bəndi. Uyğunluq pozulmuşdur. Durnev Qazaxıstandadır, bəli. Ogurçinski bu kitabda Ogurçi yazdır. Rusiya. Bu səhvdir. Yəni çünki Ogurçi Türkmenistandır. Yəni doğru cavab burada C bəndi. Miyanqala İrandır, düzdür. Çələkan Türkmenistan, düzdür. Çilov da Azərbaycanda. 19-cu suala baxaq. Deyək ki, doğru bəndi müəyyən edin. Egey dənizi, dəniz körfəz boğaz ada verilib. Egey dənizdir, Hudson körfəzdir, Kil kanaldır. Amma burada boğazın altında verilib. Bu səhvdir. Kil Jutlandiya yarımadasında çəkilmiş kanaldır. Onun Jutlandiya yarımadasının ümumiyyətlə 3də 2-si Danimarkanın, 3də 1 isə Almaniyandır. Bu Kil kanalda orada Almaniya arasında çəkilib. Yəni A bəndi yanlışdır. Dəniz Hörmüz dəniz deyil, yəni Hörmüz boğazdır. Elə bəri başdan bu da səhvdir getdi. Fin körfəzi bəli, Polk boğazı bəli düzdür. Bayaq dedik bunu, Polk Şri-Lanka ilə Hindistanı bir-birinə ayırır. Kola yarımadadır, ada deyil getdi. Mərcan dənizi Bakbo, yəni Tonkin körfəzi düzdür. Lapez boğazı Skotra Yəmənə məxsus adadır. Bəli, doğru cavab C bəndi. D-də nə pozur? Liguriya dənizi düzdür. Messina
körfəzi yox, Messina boğazdır. Bu da səhvdir. Sonra Y baxaq. Bali adası, Lion körfəzi, Çurun boğazı yox. Çurun Orinoco çayının qoludur. Üzərində də Anhel şiarəsi var. Ona görə bu da doğru cavab deyil. 20-ci suala baxırıq. Paletka üzərində tünd rənglə göstərilmiş ərazinin həqiqi sahəsini hesablayın. Hesablayaq. Burada neçə şey var? Dama var. 60 dama var. Aha, 60 dama var. Biz də bilirik ki, paletkanın birinin sahəsi 0,25 kvadrat santimetrdir. İndi burada 60 paletka var. Görək neçə santimetr olacaq. 60'ı vururıq 0,25'e. O da bərabərdir 15 kvadrat santimetr. Sonra bizə nə verir? Miqyas da verilib. Miqyas da nə qədər verilib? 60 kilometr. İzahlı miqyasa çevirsək 60 kilometrdir 1 santimetrdə. Və ərazinin həqiqi sahəsini tapaq. Həqiqi sahə bərabərdir miqyasın kvadratı, burasının xəritə. Bu da bərabərdir. Miqyasın kvadratı olacaq. 3600 vurulsun. Xəritə nəyə tapmışdıq? 15. Bu da bərabərdir 54.000 kvadrat kilometr. Doğru cavab C bəndi. 21-ci suala baxaq. Avrasiya materikində mövcud olan dil ailələri və həmin dil ailəsinə mənsub olan xalqlar haqqında qısa məlumat yazın. Avrasiya materikində dil ailələri çoxdur. Biz bir ikisini deyək ki, yəni yaxşı olar ki, əslində şagirdlər yazanda daha çox bildiklərin hamısını yazsalar yaxşı olar. Çünki o da təsir edir. Məsələn, olimpiyadanın sonuncu mərhələsində ona da üstünlük verirlər. Məsələn, Hind-Avropa dil ailəsidir. Dil qrupun düzdür bizdən istənmir. Dil ailələri, həmin dil ailəsinin xalqları, aid olan xalqları. Amma yazsaq yaxşı olar. Hind-Avropa dil ailəsi. Dil qrupu məsələn, ora Slavyan, Germaniya yaza bilərik. Slavyanlardan da ora misal olaraq Ruslar, Belaruslar, Ukraynalılar və s. Xorvatlar yaza bilərik. Sonra digər dil ailəsi, Altay dil ailəsi. Ora türk dil qrupları məsələn türk, Mongol və s. yaza bilərik. Türklərə də ki, Azərbaycanlılar, türklər və s. Sonra Afro-Asiya dil ailəsini yaza bilərik. Afro-Asiyada da Hami-Sami yaza bilərik. Dil qruplarını yaza bilərik. Həmin Hami-Sami dil qrupuna da ərəblər, İsrail yəhudləri və s. dil ora aid olan xalqları yaza bilərik. Bu qədər. Növbət dəfə 11-ci sinifin inşallah izahına baxacaq. Sağ olun.